Salam uşaqlar. Necəsiz? Ümid edirəm ki, hər şey qaydasındadır. Yeni bir mövzu haqqında danışmaq istəyirəm sizinlə. Yeni bir mövzunu araşdırmağımızı istəyirəm. Amma bundan əvvəl bir sorğu keçirdək. Heç olubmu ki, deyəsiz ki, mən hələ ki şəkil çəkə bilmirəm. Yoxsa mən ümumiyyətlə şəkil çəkə bilmirəm. Mən riyaziyyatdan zəifəm, mən futbolu oynaya bilmirəm. Bu məndə heç vaxt alınmır. Yəqin ki, bir çoxlarımız bu cür düşüncədə olur, elə deyilmi? Amma bu cür vəziyyət bizdə çox sərhədlər yaradır, çox məhdudiyyətlər yaradır. Yəni mən istəsəm də riyaziyyatdan uğur əldə edə bilməyəcəm. Çünki artıq mən özümdə qərar vermişəm ki, mən riyaziyyatdan çox zəifəm. Mən səy göstərmirəm buna. Artıq qərarlaşmışam. Onun üçün heç bir səy göstərmirəm. Amma mən desəydim ki, mən hələ ki şəkil çəkə bilmirəm, mən hələ ki riyaziyyatdan zəifəm və ya mən hələ ki futbol oynaya bilmirəm. Bax o zaman o cür düşüncəyə malik olsaydım, mən inkişaf yönümlü düşüncədə olmuş olardım. Ümumiyyətlə insanlar iki cür olur. İnkişaf yönümlü düşüncəyə malik insanlar və dəyişməz düşüncəyə malik insanlar. Dəyişməz düşüncəyə malik insanlar özlərində nə etibar edir? Onlar düşünür ki, mən anadan olanda hansı genetik kodlarla gəlmişəmsə, yəni mən hansı bacarıqlara yiyələnmişəmsə, yəni Allah tərəfindən mənə hansı bacarıqlar verilmişdirsə, mən o bacarıqları ömrümün sonuna qədər aparacağam. Heç vaxt inkişaf etməyəcəm. Yəni mən əvvəldən 3 yaşında şəkil çəkə bilmirdimsə, 5 yaşında çalışdım, alınmadısa, deməli mən heç vaxt şəkil çəkə bilməyəcəm. Və yaxud da mən 2-ci sinifdə riyaziyyatdan bacarmadımsa, 5-ci sinifdə də çalışdım, alınmadısa, deməli mən riyaziyyatı bacarmıram. Mən uşaqlarla futbol oynadım bir neçə dəfə. Hər dəfə ya yıxıldım, ya da qapıdan qol keçirtdim. Deməli mən futbol oynamağı bacarmıram. Bax, bu cürləri düşünürlər. Amma inkişafa yönümlü düşüncədə olan insanlar isə tamamilə əksinə. Onlar deyir ki, yox, ola bilər ki, mən hələ ki futbol oynaya bilmirəm. Hələ ki qapıdan qol keçirdirəm, amma bu o demək deyil ki, mən heç vaxt yaxşı futbolçu olmayacağam. Mən gözəl qol da vuracağam və gözəl futbol da oynayacağam. Və bu cür düşüncəyə malik insanlar sonda mən riyaziyyatı çox sevirəm, bu çox maraqlı elmdir və möhtəşəm qol, mən bacardım. Axır ki bacardım, mən hətta mənzərə də çəkə bilirəm. Afərin mənə. Bax bu cür ruhla, bu cür fikirlə özlərini daima motivasiya edirlər. Və sizlərə də bu cür olmağı arzulayıram.